Valdes Dambrowski yalnız indi. Texniki zonaya çatdı. Sağda baxır Fərid Hacıyev səsləndirir və o başladı. Əsas komandasının heyətində ilk dəfə məhz startda meydana çıxıb, ilk dəqiqələrdən meydana çıxıb. Bu arada Qəbələnin daha bir hücumu, qapı qarşısında daha bir ötürmə. Massumu topu saxladı. Eşkin Əhmədovla hücum davam edəcək. Eşkin cərimə meydançasının daxilindən zərbə indirir və Pakatilov Qəbələ oyuna fəal başlayıb. Hücumlarla başlayıb, sanki bu havaya, bu şəraitə ilk dəqiqələrdən daha... Sekizika cinahla irəliyir. Sekizika ötürmə qapı önünə. Amoye'də təhlükəni savuşturdu Xaybullayev. Daha bir ötürmə Paris və Rza Cəfərov. İlk dəfə oyuna qoşulur Rza Cəfərov. Sabah yerini yitirəcək. Sıxlıq yaradıblar rəqibin cərimə meydançasında meydan sahibləri. 6 nəfər burada var. Ötürmə gəlir, zərbə indirilir. Lakin top qapıdan aralı keçir. Ötürmə ikinci nöqtəsindən qapı qarşısına və az qala topu öz qapısına göndərəcəkdi Qəbələ futbolçuları, lakin son epizodun təkrarı. Niyarovçun, Şahniyarovdan əks cinaha uzun ötürmə Amin Seydiyev. Topu sabaha qazandırmağa çalışır, amma Massumo yenidən onun yerənir. Akinadı yerdə qalır və Fərid Hacıyev penalti nöqtəsinə göstərir. Bir səhv Sabahın müdafiəsində və nəticədə ardınca gələn daha bir səhv Nogueira qaydanı pozur Akinadaya qarşı. Epizodun təkrarını izləyirik və hakim nöqtəyə göstərir. Cüzi də olsa da, məncə etirazlar əsassızdır. Burada bəli, Akinada'nın hərəkətinin qarşısını aldı Nogueira. Topa çata bilmədi. Səsləndi. Massumo, onun zərbəsi, Pakatilov, təkrar zərbə, tirdən qaydır top. İnanılmaz, inanılmaz bir vəziyyət. İki zərbədə, iki cəhətdən topu Sabahın qapısına göndərə bilmədi Domi Massumo. Penalti zərbəsi zamanı hər hansı bir qayda pozuntusu yox idi mi deyə. Rəhman Daşdəmirov ola bilsin, bəli, zərbədən öncə artıq cərimə meydançasına daxil olmuşdu. Amma yox, bu epizod hatırladım. İmişli maçda da İmişli penaltiden fərqlənmişdi. Rahmon Aliyev zərbəsi qapıya, top tirə dəyərək meydanı tərk edir. Baxırıq təkrara. Cristiano Ronaldo tərzində knuckleball üslubunda bir cərimə zərbəsi idi bu. Bu arada top itkisi Qəbələ futbolçuların uzun ötürmə irəli Qəbələ futbolçularından. Eşkin Əhmədov. Eşkin yaxşı bir ötürmə verdi. Şahin Şahniyarov qapı qarşısında topu göndərir. Pakatilovun toxunuşu və Solve. Təhlükə davam edir. Nuqay Rəşidov yenə də Solve. İki kritik müdaxilə. Gürcistanlı mütəxəssis baxır. Biz onun təkrarına əla ötürmə verdi. Eşkin Əhmədov Şahin Şahniyarov istiqamətində. Pakatilov burada topa çatdı. Aha, Akinada'nın yerdə qalması etirazlara səbəb oldu. Amin Seydiyev oxuma bacarığında liqamızın yaxşılarındandır. Eşkin Əhmədovun zərbəsi. Top qapıdan aralı keçir, amma və müdaxilələri də çox yaxşı alınır. Uzaqdan zərbə Rahmon Aliyevin ifasında. Rza Cəfərov səhvsiz oynayır. Uzun aradan Sıraut Xalid yaşıl meydanlara qayıdacaq. Mövsün əvvəlində ağır zədə almışdı. Sabahın bu futbolçusu indi Amin Seydiyevin ötürməsi mərkəzə tək toxunuş. Veljko Simic və Rza Cəfərov. Baxırıq təkrara, əla ötürmə Xaybullaevdən olub bilsin Simic offside-daydı, amma bu hakimlərin gözündən qaçdı. Gol vurulsaydı hər halda epizod izləniləcəkdi. Epizodun təkrarı var otağında qazanmağa çalışır. Və bununla da bu maç yekunlaşır. Sabah Qəbələ Bizon Azərbaycan Kubukunun 4-1 final mərhələsi çərçivəsində ilk oyun qolsuz heç-heçə ilə yekunlaşır. 2.90 dəqiqə bugün 4-1 final mərhələsi çərçivəsində keçirildi, amma bir gol belə vurulmadı.